Bu yaralar neçə vaxtdır? Hardasa 2 aydan çoxdur. Evdə özümüz belə şeydə bu Türkcəsilə bu betadinlə, levomokolla zadla bir şeylədim. Baxdım ki, əvvəl olmuşdu 1-2 il öncə. Keçirdi levomokolla betadin. Özün müalicə edirdin özün? Yox, parklinikanın xirurgu şeylədi Biləcərdə. Dedi ki, betadin, levomokol. Mən də onu çəkdim, keçdi, getdi ötəlim. Bu il de dedim ki, ötən ilki kimi də yenə eləyərəm, ancaq keçmədi. Günü gündən də son vaxtlarda başladı çoxsala barmaq ifunət verməyə. Onda ucu qorxdum ki, daha demək ucu qorxmaq lazımdır. Həkimə getmək lazımdır. Məsələ burada nədir? Deməli, ayağa qan dövranı zəifdir, demək olar ki, işləmir və bir xırda bir yara nəticədə qanqreniyə gətirib çıxır. Hal-hazırda biz bu ayağa toxunmuruq. Əvvəlcə damarın açılması məsələsini həll edirsiniz. Ondan sonra yaralarla məşğul olur. Əlbəttə ki, qan gəlməyən yerdə yara sağalmayacaq. Olunan əməliyyat da nəticə vermir.